Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. El-feslul evvelu el-ilahiyyat, akidetuna fillahi teala, akidetuna fit tevhid, akidetuna fi sıfatihi teala, akidetuna bil adil, akidetuna fit teklif, akidetuna fil qadai vel qadar, akidetuna fil beda, akidetuna fi ahkamiddin. Elhamdülillah müqəddimə bəhsi Allahın varlığına olan əqli dəlilləri ki, gərək biz Allah barəsində mərifət əldə edək, xüsusi şəkildə və ümumi şəkildə din barəsində araşdırma aparaq. Bunun haqqında geniş şəkildə danışdıq. 2 dənə əqli dəlil bu barədə bəhs olundu. İkinci bəs füruid dində təqlid etmək haqqında idi ki, bəli, füruid dində əgər məsələ zəruriyyəti din olmasa, orada da təqlid eləmək caiz deyil. Amma qeyri-zəruriyyəti dində ya insan gərək özü müctəhid olsun, ya ehtiyatı əməl eləsin, ya da təqlid. 2 əvvəlki mümkün olmadığı üçün ümumi insanlara gərək təqlid olunsun. Və həmçinin ictihad barəsində və müctəhid barəsində olan bəzi məsələlərə işarə olundu. Bugünkü bəhsimizdən əsli bəhsə başlayırıq. 1-ci fəsildə ilahiyyat bəhsində Allah barəsində olan əqidəmiz haqqında danışacağıq. Ondan sonra 2-ci bəhsimiz tövhid barəsində olan inancımız, Allahın sifətləri barəsində olan etiqad və inancımız, ədl və ədalət bəhsi, təklif barəsində qəza və qədər, bəda və digər dini hökmlər barəsində inşallah bəhs edəcək. Allah Teala inşallah tövfiq versin, bunların haqqını əda edə bilək inşallah. 1-ci bəhsimiz Ağay Müzəffərin kəlamını oxuyaq. Buyurur ki, əqidətuna fillahi teala. Bizim Allah barəsində olan əqidəmiz. Burada Ağay Müzəffər buyurur ki, bizim Allah barəsində etiqad və inancımız budur ki, Allah Teala vahidi əhəddir, hansı ki onun heç bir misli bərabəri yoxdur. Allah Teala qədimdir, qədimil ləm yəzəl və həmçinin əbədidir və la yəzal. Huvəl əvvəl vəl axir. O elə bir əvvəldir ki, ondan əvvəl heç bir varlıq yoxdur. Vəl axir. Elə bir axirdir ki, ondan axır heç bir şey yoxdur. Əlim-i həkimdir, adil-i həyyidir, qadirdir. Həqiqətdə Allah Teala'nın sıfat-ı sübutiyyə və səlbiyyələrinə işarə edir. Allah Teala eşidəndir, görəndir. Allah Teala'nı məxluqatın sifətləri ilə biz sifətləndirə bilmərik. Bəs buna əsasən Allah Teala cisim deyil, surəti yoxdur, nə cövhərdir, nə ərəzdir, nə onun üçün yüngüllüyün mənası var, nə ağırlığın, nə hərəkət, nə sukun. Allah Teala'nın nə zamanı var, nə məkanı var. Allah Teala'ya işarə olunmaz. Allah Teala'nın nə zatında şəriki var, nə sifətində şəriki var. Allah Teala'nın ziddi yoxdur, onun bir həmrahı və onun nə vələdi, övladı, nə şəriki, ümumiyyətlə heç bir küffi yoxdur. Allah Teala'nın gözlər dərk elə bilməz, görməz. Bir halda ki, Allah Teala bütün gözləri görür. Bu Ağay Müzəffərin Allah barəsində buyurduğu barəsində bizim əqidəmiz Allah barəsində budur. Ağay Müzəffərin qısa mətnini oxuyaq, ondan sonra Ayətullah Xərrazinin bu barədə gözəl izahlarını da inşallah bəhs edəcək. Əqidətuna fillahi teala. Bizim Allah barəsində olan etiqad və inancımız. Nə'təqidu ənəllaha teala vahidun əhədun leysə kəmislihi şeyun. Etiqadımız budur, inancımız budur ki, Allah Teala vahiddir və eyni zamanda əhəddir. İnşallah biz bəhs edəcək ki, vahidlə əhədin nə fərqi var? Leysə kəmislihi şeyun. Allah elə bir varlıqdır ki, onun misli, bərabəri yoxdur. Qədimun ləm yəzəl. Qədimdir. Bir halda ki, həmişə olub. Və la yəzal. Həmişə də olacaq. Huvəl əvvəlu vəl axir. O əvvəldən elə bir əvvəldir ki, ondan əvvəl heç bir şey olmuyor. Yeganə əvvəl varlıq odur. Həmişə olub. Vəl axir, axırıncı varlıqda elə o olacaqdır. Əlimun həkim, alimdir, həkimdir, adilun, ədalətlidir. Həyyun, qadirun, sıfatı sübutiyə işarədir bunlar.
Allah Teala hayyidir, qadirdir, ganiyyun, ehtiyatsızdır, səmiun, bəsir, eşidən və görəndir. Bura qədər sıfat-ı sübutiyyə barəsində. Və la yusafu bima tusafu bihil məxluqat. Məxluqatların vəsfi ilə Allah Teala vəsf olunmaz. Fəleysə huvə bi cismin və la surə. Allah Teala nə cisimdir, nə surəti vardır. Və leysə cəvhərən və la ərəzən. Nə Allah Teala cəvhərdir, nə ərəzdir. Deyəcək, bunlar hamısı mahiyyətin xüsusiyyətlərindəndir. Və leysə ləhu siqlun əv xiffətun. Bu yüngüllük, ağırlıq Allah Teala üçün yoxdur. Çünki bunlar maddənin xüsusiyyətləridir. Və la hərəkatun əv sükun. Deyək ki, Allah Teala mütəhərrikdir. Bir yerdən hərəkət elədi başqa yerə. Nə sükunu. Bunlar hamısı maddi şeylərin xüsusiyyəti. Və la məkanu və la zaman. Məkan və zaman, bunlar hamısı cisimə aid olan şeylərdir ki, ehtiyaclı olan varlıqlardır. Və la yuşaru ileyhi. Elə bir varlıqdır ki, işarə hissi olunsun ona. Kəma la niddə ləhu və la şəbəh. Nə Allah Teala'nın şəriki vardır. Zatında olan şərikə nid deyirlər. Amma sifətində olan şərikə şəbəh deyirlər. Nə Allahın oxşarı vardır, nə onun bənzəri vardır, nə zatında, nə sifətlərində. Və la ziddə, onun ziddi olan bir varlıq da yoxdur. Və la sahibətə ləhu və la vələd və la şərik. Onun bir sahibi vardır, onun kənarında onunla həmrah olan bir varlıq olsun. Nə övladı, nə şəriki. Və ləm yəkun ləhu kufuvən əhəd. Allah Teala'nın ümumiyyətlə heç bir küffi, bənzəri, misli yoxdur. La tudrikuhul əbsaru və huvə yudrikul əbsar. Heç bir gözlər onu dərk eləməz, zahiri gözlən. Bir halda ki, Allah Teala bütün varlıqların hamısını eyni zamanda əbsarı və gözləri dərk eləyəndir. Bu Ağay Müzəffərin Allah barəsində olan etiqad və inancı ki, İmamiyyənin etiqadını bəyan elədi. Allah Teala vahiddir, Allahın varlığına biz inanırıq. Elə bir Allah ki, vahiddir, misli yoxdur, qədimi əzəlidir, əlim və həkimdir, ilə maşallah ki, oxundu. Bu barədə Ağay Xərrazi inşallah izaha başlayırlar. İlk izahı Ağay Müzəffərin Allah kəlməsi barəsindədir. Ki, Allah kəlməsi müştəqqidir, yoxsa camiddir. Bəzilər buyururlar ki, Allah kəlməsi ismi camiddir, yalnız və yalnız Allaha ad qoyulmuşdur. Müştəqqi deyil. Amma bəziləri buyururlar ki, xeyr, Allah kəlməsi müştəqqidir. O kəslər ki, buyururlar ki, Allah kəlməsi müştəqqidir, bəziləri diqqət edin. Ağay Xərrazi bunu gözəl bəhs edir. Bəziləri buyururlar ki, Allah kəlməsi ələhə, yələhu, uluhətən kəlməsindən müştəq olub. Ələhə, yələhu, uluhətən. İlahın da mənası həqiqətdə bu mənadadır. Deyirlər ki, ilah, ələhə, yələhu, uluhətən kəlməsindən götürülüb. İlah əvvəlinə Allah gəlib olub, əliflam gəlib olub Allah. Eynən kitab kəlməsi kimi. Burada əgər ələhə, yələhu kəlməsindən götürülsə, mənası məbuddur. Allah, yəni o varlığı ki, həqiqətən məbudu həqiqidir. Bəzilər buyururlar ki, bəli, müştəqqidir, amma nəinki ələhə, yələhu kəlməsindən, bəlkə vələhə, yəlihu, vələhən kəlməsindən müştəqqidir. Əgər desək ki, vələhə, yəlihu kəlməsindən müştəqqidir, bu surətdə mənası təhəyyür mənasındadır. Yəni, o varlığı ki, ağıllar belə onun zatını dərk eləməkdən acizdilər və heyranda qalmışlar. Pəs əgər ələhə, yələhu mənasında olsa, məbud mənasındadır. Əgər vələhə, yəlihu, vələhən kəlməsindən olsa, bu surətdə yəni o varlığı ki, əqillər onu dərk eləməkdən acizdir. Bəziləri də buyururlar ki, Allah kəlməsi lahə, yəluhu, liyahən kəlməsindən götürülüb. Bu surətdə də mənası məstur mənasında olacaq. Yəni o varlığı ki, onun həqiqəti bütün ağıllardan məsturdur. Bəs Allah kəlməsi ələhədən olsa məbud mənasına, vələhədən olsa təhəyyür mənasında və lahə, yəluhudan olsa məstur mənasında. Və həqiqət də budur ki, Allah kəlməsi buyururlar ki, bu ləfz-i cəlalə müştəqqə uyğundur ki, hər bir məna desək düzdür. Həm məbud mənasında, həm əqillərin dərk etməməyi barəsində bu barədə hədis də vardır ki, Allah elə bir varlıqdır ki, ağıllar onun həqiqətin, zatın, mahiyyətin dərk eləməkdən acizdir. Əlbəttə, burada mahiyyət
inniyyət mənasını, yəni onun həqiqətini dərk eləyə bilməzdir. Hər halda istəyir Allah kəlməsi müştəq olsun və yaxud da camid olsun ki, ehtimal vardır ki, müştəq olsun. Bu elə bir addır ki, Allah Mütəalın öz zatına məxsus olan addır. Allahdan başqasına heç vaxt itlaq olunmaz. Bu birinci məsələ ki, Ağa Hərrazi ümumi şəkildə bunu bəhs edirlər. İkinci məsələ, vahid və əhəd arasında olan fərqə işarə edirlər. İnşallah təvhid barəsində də bizim bəhsimiz olacaq. Amma qısa olaraq burada da işarə edir. Buyurur ki, vahid və əhəd arasında fərq vardır. Bir fərqi bundan ibarətdir ki, buyururlar ki, vahid o varlığa deyirlər ki, biz Allaha vahid kəlməsini itlaq eləyəndə məqsədimiz və muradımız budur ki, Allah Taalanın şəriki yoxdur. Allah vahidun, yəni la şərikə ləhu. İkinci bir Allah yoxdur. Vahidin mənası budur. Amma əgər desə ki, Allah Taala əhədun, mənası budur ki, Allah Taala mürəkkəb deyil, bəsiddir. Bəs vahid ilə əhədin Allah barəsində əsas fərqi bundan ibarətdir. Məsələn, bəzən deyir ki, qul huvəllahu əhəd, yəni Allah Taala deyir ki, ya Peyğəmbər, Allah əhəddir, yəni mürəkkəb deyil, bəsit bir varlıqdır, əczalardan təşkil tapmamışdır. Amma əgər desə ki, və'lamu ənəhu la ilahə illahu, və yaxud da Allah, bir başqa bir ayədə var ki, deyin ki, Allah Taala, bilin ki, Allah Taala həqiqətən vahiddir. Vahid, yəni la şərikə ləhu. Bəs vahid ilə əhədin Allah barəsində fərqi məlum oldu. Vahid şəriki olmamaqlıq mənasındadır. Əhəd tərkibi Allah Taaladan nəfi eləmək mənasında. Bir fərqi bundan ibarətdir. Başqa bir fərqə də deyirlər ki, vahid adətən həm vacibə və həm mümkünə vəsf ola bilər. Amma əhəd yalnız və yalnız Allah Taalaya vəsf ola bilər. Əlbəttə, başqa fərqlər də deyilib. Əsas birinci fərqdir. Allah barəsində vahid əhəd, vahid la şərikə ləhu, əhəd la tərqibə ləhu. Bu mənada. Bu da bir bəhs. Üçüncü bəhs ki, burada Ağay Müzəffər işarə edir. Ağa burada buyurdu ki, Ağay Müzəffər, qədimun ləm yəzəl. Deyir, burada ləm yəzəl həqiqəti qədimin kəlməsini izah edir. Qədimin də mənası nədir? Yəni, əvvəl. Elə bir əvvəl ki, ondan qabaq heç bir. Qədimin mənası, yəni həmişə olub, vücud onun üçün zəruridir. Yoxluqdan yaranmayıb ki, əvvəl olsun, sonra olsun. Qədimun ləm yəzəl həqiqətdə o qədim kəlməsinin təkidi üçün gətirmişdir. Sonra başqa bir bəhs ki, əlbəttə bunlar hamısı təfsili şəkildə sifati səlbiyyədə bəhs olunacaq. Ağay Müzəffər ki, buyurdu ki, Allah Taala nə cöhər deyil, nə ərəz deyil. Buyurur ki, bu da məlum məsələdir ki, cöhər və ərəz ki, Allah Taaladan biz nəfi eləyirik. Buna xatirdir ki, cöhər və ərəz o varlığa aiddir ki, o varlığın mahiyyəti olsun. O varlığın vücudunun həddi hüdudu olsun. Bir halda ki, Allah Taala'nın nə mahiyyəti var, nə də ki, həddi var. Bəs bu baxımdan nə Allah Taala nə cöhərdir, nə də ki, ərəz. Buna da diqqət eləyək. Başqa bir məsələ ki, Ağay Müzəffər buyurdu ki, la niddə ləhu və la şəbəh. Allah Taala'nın nə niddi var, nə şəbəh. Niddə şəbəhin mənası nədir? Deyir ki, hər ikisi eyni mənadadır. Allah Taala'nın zatında heç bir şəriki yoxdursa, ona deyirlər ki, la niddə ləhu. Quranda da bu barədə ayələr vardır ki, Allah Taala'nın niddi yoxdur. Ki, niddi yoxdur, yəni zatında bənzəri yoxdur. Amma orada ki, və la şəbə oxşarı yoxdur, yəni sifətlərində oxşarlığı yoxdur. Bunun hər ikisini ifadə eləmək üçün, yəni Allah və ləm yəkun ləhu kufuvən əhəd. Yəni Allah Taala'nın misli yoxdur, nə zatında bənzəri var, nə də şəbəh, nə sifətlərində bənzəri var ki, Allah Taala da İxlas surəsinin axırında ki, və ləm yəkun ləhu kufuvən əhəd, yəni nə zatında bənzəri var, nə sifətlərində. Xüsusən əgər zatında bənzəri yoxduru ifadə etmək üçün nid kəlməsindən istifadə olunur. Sifətlərində bənzərinin olmamağına da la şəbəh kəlməsindən istifadə olunur. Sonra xüsusi şəkildə ki, buyurur ki, Allah Taala öz məxluqatının vəsfləri ilə vəsf olunmaz. Yəni, Allah barəsində Allah Taala ağırdır, yüngüldür, sakindir, mütəhərrikdir. Hər hansı bir zamanda olub,
hansı məkanda yerləşir. Bunların heç biri Allah barəsində düzgün deyil. Bunlar hamısı məxluqatın xüsusiyyətlərindəndir. Bunların hamısı maddə, məhdudiyyət, cisim və bu kimi şeylərin xüsusiyyətlərindəndir ki, Allah Taala barəsində heç birinin mənası yoxdur. Allah Taala mücərrəd bir varlıqdır. Qısa izahdan sonra Ağa Xərrazi buyurur ki, Ağay müsənnif burada yalnız və yalnız Allah Taalanın sifətlərinə işarə edib, sifət-i sübutiyyə, sifat-i səlbiyyə, Allah Taaladan şərikliyi nəf eləyib, amma bunlardan heç birinin dəlillərinə işarə etməyib. Ağa Xərrazi buyurur ki, bizim vəzifəmizdir ki, burada Allah Taalanın vahid olmağı barəsində, həmçinin Allah Taalanın əsl varlığına dəlilləri bir-bir zikr edək, bəyan edək. Ağay Müzəffər fəqət burada Allah barəsində, Allahın sifətləri barəsində olan inanclarımıza işarə edib. Amma dəlillərə işarə etməyib. Burada inşallah biz Allahın izni ilə ilk öncə Allah Taalanın isbat eləmək üçün dəlilləri zikr eləyəcək. Ondan sonra Allah Taalanın sifətləri barəsində tövhidi, ədli və bu kimi bəhslərlə bəhsimizi davam etdirəcəyik. Buranı da oxuyaq. Ağay Xərrazi buyururlar ki, Zəhəbə bə'dun ilə ənə ləfsə Allah müştəqqun min ələhə yələhu uluhətən. Bəzilərinin nəzəri budur ki, Allah ləfsi müştəqqidir. Ələhə yələhu uluhət kəlməsindən. Fəli ilahu kə kitab. İlah kəlməsi kitab vəznindədir. Kitab kimidir? Bimənələ məf'ul. Kitab necə məktub mənasındadır. İlah da biməni mə'bud mənasındadır. Bimənələ məf'il mə'bud. Bu bir nəzəriyyə ki, Allah kəlməsi müştəqqidir ələhə yələhudan. Əv müştəqqun min vələhə yəlihu vələhən. Bəziləri də buyururlar ki, Allah kəlməsi vələhə kəlməsindən götürülüb, bimənəli məf'ul. Bu da məf'ulu mənasında. Amma mənası nədir? Ey əlləzi təhayyərə min dərki zatihi əl-uqulu. Hansı ki, əqillər onun zatını dərk eləməkdən mütəhəyyirdirlər, yəni acizdirlər. Bu da ikinci mənası. Allah ya mə'bud mənasınadır, əgər ələhə ya ələhudan olsa. Ya mutəhayyirul uqul mənasına elə bir varlığı ki, əqillər onu dərk eləməkdən acizdirlər. Bu da olur vələhə kəlməsindən. Əv müştəqqun min lahə yəluhu liyahən, ya da ki, lahə yəluhu kəlməsindən götürülmüşdür. O da məf'ul mənasında. Ey əlləzi kanə məsturan. Burada əgər lahə yəluhudan olsa, mənası məstur olmaq mənasındadır. Məsturan ən idrakıl uqul, yəni Allah Taalanın zatı, həqiqəti əqillərin dərkindən hicabdadır. Əv müştəqqun min qeyri zalik. Əlbəttə bundan başqa sözlər deyilib, amma biz bu üç dənə məşhurunu kifayət edilir. Bu o qola əsasəndir ki, Allah kəlməsini müştəq hesab edirlər. Amma və zəhəbə bə'dun axəru ilə ənə ləfsə Allah ismun camidun. Bəzilərin etiqadı və inancı budur ki, Allah ləfsi ismi camiddir, müştəqqi deyil. Hansı nəzər düzgündür? Bu ki, vələ əvvəlu əqrəbu. Əvvəlinci nəzər ki, müştəqqi olsun, o biraz zehnə yaxındır, haqqa yaxındır. Və keyfəqan, fərq eləmir, istəyirsən ismi camid götür, Allah kəlməsini ya müştəqqi götür. Hər halda fəhuvə ismin xassun li zatil vacibil mütəal. Bu Allah Taalaya xas olan, Allahın müqəddəs zatına xas olan bir addır. Sümmə innəl fərqə beynəl vahidi vəl əhəd min cihatin. Bu sonra bunu da bil ki, vahid və əhəd arasında fərq bir neçə cəhətdəndir. Əhəduha, o cəhətlərdən biri budur ki, ennel məqsuda min isbati vəsbil vahidi ləhu Taala. Məqsəd vahidlik vəsbin Allaha isbat eləməkdən həqiqətdə huvə nəfyü şəriku ləhu. Nəfyü şəriki ləhu. Allah Taaladan şəriki nəfy eləməkdir. Allah vahidun, yəni la şərikə ləhu, bu mənada. Və min isbatil əhədu ləhu Teala, əgər Allah Teala bizə əhəd sifətini sabit edirsə, məqsəd nədir? Huvə nəfyü tərkibi ənhu Teala, yəni Allah Teala'dan tərkibi, mürəkkəb olmağı nəf edirik. Allah əhədun, yəni la tərkibə ləhu. Bu birinci cəhət. Və saniha, ikinci cəhət, vahidlə əhəd arasında olan fərq, ənəl vahidə vəsfun dil vacibi vəl mümkün. Vahid həm vacib üçün, həm mümkün əl-vücud üçün vəsf ola bilər. Allah barəsində biz deyək ki, Allahu vahidun. Ola bilər bir mümkün barəsində deyək ki, filan mələk vahidun. Yəni həm mümkünə, həm vacibə sifət ola bilər. Amma vələ əhəd vəsfun məxsusun bil vacibil mütəal. Bir halda ki, əhəd məxsusi isimdir, vəsfdir.
Allah Taala'ya. Bu iki dənə fərq və qeyru zalika minəl furuq və başqa fərqlər də deyilib. Sümmə innə qavləhu ləm yəzəl. Sonra Ağa Müzəffər ki, buyurdu ki, ləm yəzəl. Bu ki, bu müəkkidun li konihi qədimən. Həqiqətdə başqa bir mənası yoxdur bunun. Qədim kəlməsini təkid edir. Sümmə innə qavləhu Müzəffərin qolu ki, dedi ləm yəzəl. Bu ləm yəzəl qolu müəkkidun təkid edir. Nəyi? Li konihi qədimən. Allah Taalanın qədim olmağını edir, təkid edir. Və qeyru xəfiyyən. Bu da deyir ki, gizli qalmasın ki, ennəl vəchə fi nəfyil cöhər vəl ərəzi ənhu Teala. Biz ki, Allah Taaladan cöhərliyi, ərəzliyi nəfi elədik. Bunun dəlili nədir? Ennəl vəch, yəni dəlil. Biz ki, dedik, Allah Taalada cöhərliyi mənası yoxdur, ərəzliyi mənası yoxdur. Cöhər və ərəzi Allah Taaladan nəfi elədik. Vəchi dəlili nədir? Huvə. Dəlil huvə qadir vəchə. Dəlili budur ki, huvə ixtisasuhuma. Cöhər və ərəz məxsusdur. Bima o varlığa ki, ləhul mahiyyə. Onun üçün mahiyyət olsun. Və həddün vücudiyyun. O varlığın ki, onun vücudunun həddi hüdudu olsun. Amma və heysu innehu Teala la mahiyyətə ləhu. Və heysu innehu Teala la mahiyyətə və la həddə ləhu. Çünki Allah Taalanın nə mahiyyəti var, nə həddi var. Fəla cöhərun və la ərəzun. Bəs Allah Taala nə cöhər deyil, nə də ərəz deyil. Sümmə innəl murada minən nid. Nid kəlməsinin mənası nədir? Ağa Müzəffər buyurur ki, Allah Taalanın niddi yoxdur. Buyurur ki, sümmə innəl murada minən nid huvəl-ləzi yəkunu mislən ləhu fizzat. Nid o şeyə deyirlər ki, zatda onun üçün olsun, bənzəri olsun. Əgər bir şeyin zatda bənzəri olarsa, deyirlər ki, onun niddi vardır. Allah Taala'nın niddi yoxdur, yəni zatında onun misli bərabəri yoxdur. Məsələn, insanın niddi vardır. İnsan zatında onun misli digər insanlarda vardır. Amma Allah Taala'nın niddi yoxdur, yəni zatında onun bənzəri və misli yoxdur. Və huvə şərik. Yəni Allah barəsində ki, biz deyir niddi yoxdur, yəni onun şəriki yoxdur. Amma vəl muradu minəş-şəbə, orada innəl murada minən nid və innəl murada minəş-şəbə. Huvəlləzi, o varlığa deyirlər ki, şəbə, yakunu mislən ləhu fissivat. Əgər bir varlığın sifətlərində misli olarsa, deyirlər ki, onun şəbəhi vardır, oxşarı vardır. Amma üçün Allah Taala'nın sifətlərində də oxşarı yoxdur. Deyir ki, la niddə ləhu və la şəbəh. Əlbəttə, məcmu'in niddi və şəbəh bimənəl kuf. Nid və şəbhin məcmusu küf mənasındadır. Yəni, biz gedir vələm yəkun ləhu kufuvən əhəd. Heç bir varlığın, Allah Taala'nın heç bir varlıqla həm küfü yoxdur. Yəni Allah Taala'nın nə niddi var, nə şəbəhi vardır. Və bil cümlə və xülasə la yusafullahu subhanahu Teala bi əvsafi məxluqatihi. Allah Taala öz məxluqatının sifətləri ilə vəsf olunmaz. Nə kimi minəs-seyqil, ağırlıq, əvil xiffə, yüngüllük və sükun, sakin olmaq bu yerdə, vəl hərəkə, mütəhərrik olmaq, və zaman, vəl məkan və qeyriha. Bunların heç birini biz Allah Teala'ya vəsf qərar verə bilmərik. Nə üçün? Li'ənnəha min əvarizil maddəti vəl məhdudiyyə. Bunlar hamısı maddənin və məhdudiyyətin arizi olanlarındandır. Ki, bunlar da Allah Teala üçün maddəsi yoxdur. Allah Teala'nın heç bir həddi hüdudu yoxdur. Bəs Allah Teala'ya bunları vəsf verə bilmərik. Bu bəhs tamam oldu. Qısa Ağa Müzəffərin bəyanına işarə elədi. Sümmə la yəxfa. Ağa Xərrazı buyurur ki, məxfi qalmasın sənə. La yəxfə əleyke ennəl musannifə quddisə sirru ilk dəfə bi zikri sifatil məbdəil mütəal. Fəqət Ağa Müzəffər Allah Taala'nın sifətlərini zikr eləməyə kifayətləndi və nəfyi şəriki ləhu. Və Allah Taala'nın şərikini nəfi eləməyə kifayətləndi. Və ləm yəzkur ədillətəl məzkurat. Amma bu deyilənlərin heç birinin dəlilini zikr etmədi. Kəma ləm yəzkur isbatəl məbdəil mütəal. Necə ki, Allah Taala'nı isbat eləməyi də zikr eləmədi. Fəl-ola ən nufəssilə. Yaxşı olar ki, biz təfsilən bəhs edək. Əl-mətalibə fi zimnə umurin. Bu deyilən bəhslərin hamısını neçə əmrin zimnində inşallah biz bəhs edəcəyik. Birinci məsələ əl-əmrul əvvəlu. Birinci əmr ki, istəyir burada bəhs eləsin. Ağay Xərrazı fi isbatil məbdəil mütəal. Allah Taala'nın varlığını isbat eləməkdir. Bəs bizim etiqadımız var ki, Allah vardır. Allahın varlığına olan dəlillər nədən ibarətdir?
Ağay Xərrazi buyururlar ki, Allah Taala'nın varlığını isbat edən dəlillər həddindən artıq çoxdur. Birinci dəlil fitrət dəlilidir. İnşallah müfəssəl şəkildə fitrət lüğətdən hansı mənadadır? Terminoloji baxımdan məqsəd nədir? Fitrət dəlili necə Allahın varlığını isbat edir? Bunu geniş şəkildə bəhs edəcək. İkinci dəlil ki, Ağay Xərrazi burada bəhs edəcək, dəlil-i imkandır. Əlbəttə, burada imkanın da neçədən təqriri var. İmkanı mahuvi ya imkanı vücudi. Ağay Xərrazi bunların fərqinə işarə edəcək və imkan dəlilinin ki, əsasən buyururlar ki, mütəkəllimlərin dəlilidir. Bununla Allahın varlığını bəhs edəcək. Əlbəttə, bu imkanı vücudi, imkanı mahuvi müxtəlif təqrirləri vardır. Ki, adətən mütəkəllimlər hüdus dəlilindən istifadə edirlər ki, aləm hadisdir. Hər bir hadisin bir muhtizə ehtiyacı var. Bəs bu aləmin muhtizə ehtiyacı vardır. Bu dəlilin işğalı olduğu üçün filosoflar əsasən imkan dəlilini bəyan edirlər. İmkan dəlilində müxtəlif təqrirlər var. Biri imkanı mahuvidir, biri imkanı vücudidir. Bunların arasında nə kimi fərqlər vardır? İmkanı vücudi ilə imkanı mahuvinin nə kimi fərqi var? Bu barədə də inşallah geniş bəhs edəcək Ağay Xərrazi. Sonra başqa bir bəhs var ki, imkan fəqri bəhsidir. Ona da qısa surətdə işarə edəcək. Hər halda inşallah biz bu dəlilləri ən azından 5 dənə, 6 dənə Ağay Xərrazi bu dəlillər ki, bu dəlillərin vasitəsilə Allahın varlığı isbat olur, hamısını bəhs eləyəcək. Amma birinci dəlil inşallah ibarətdir fitrət dəlilinə. Mən qısa surətdə burada vaxtımız az qalıb, fitrətin lüğətdə mənasına işarə edirəm. Ondan sonra geniş şəkildə gələn dərsimizdə bəhs edərik. Fitrət lüğətdə fətr kəlməsindən götürülüb, mənası ilə xəlq mənasındadır. Xəlq etmək, yaratmaq mənasındadır. Necə ki, Qur'an-ı Kərimdə Ən'am surəsinin 79-cu ayəsində Allah Taala buyurur ki, İnni, Həzrəti İbrahim əleyhissalamın dilindən də əgər səhv eləməsəm, İnni vəccəhdu vəciyə lilləzi fatara's-semavati vəl-ərd. Buyurur ki, həqiqətən mən üzümü döndərdim o varlığa ki, yerləri və göyü xəlq etmişdir. Bəs fitrət kəlməsi vəzn baxımından fiilət vəznindədir. Mənası xəlq etmək. Amma nə hər xəlq etmək? Hər yaratmağa fitrət deyilmir. Bəlkə xüsusi yaradılışa fitrət vəznində, fiilət vəznində xüsusi bir keyfiyyətə dəlalət edir. İnsanın fitrətindən məqsəd, yəni insanın xilqətində xüsusi yaradılış vardır. Ki, xüsusi yaradılışa o fitrət deyilir. Və digər məsələlərdə ki, inşallah məntiq elmdə fitriyyat haqqında bəhs olunub. Fitriyyatın məntiqdə bəhsi nədir, tərifi nədir? Burada işarə edir. Əl-fitriyyat əl-qəzayəlləti qiyasatuha məha. Və buna da müxtəlif misallar vururlar. Mən bu qədərinə kifayətlənirəm. İnşallah gələn bəhsimizdə fitrət dəlilinin təqririni işarə edəcəyik və digər vəslərə. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.